Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə TMZ.com-dan botanikadan 6-cı sınavın izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, bəyəndiysənsə bəyən butonuna basmağı xahiş edirik. Birinci sualımıza soruşur ki, düzgün ardıcılığı müəyyən et. Birinci nədir? Yaşıl quşmamın yumurta hüceyrəsi mayalaması nəticəsində nə əmələ gəlir? Zigot əmələ gəlmiş. Zigot əmələ gəlir. Zigot yaranmış olacaqdır. Sonra ondan isə kutucuq əmələ gəlir. Sporlar rütubətli torpağa düşdükdə proteinoma inkişaf edir. Onun üzərində tumurcuqlar və rizoidlər olur. Bu da C variantına uyğun gəlir. Doğru ifadələri seçin. Mamırlar çoxlu ot şəkilli bitkilərdir. Bunlar doğru ifadələrdir. Sonra yaşıl quşmamın ilk cücərçisi sap şəkilli yoxsulluğa bənzəməz. Hansı qanunda öz əksini tapır? Bu biogenetik qanuna Hekkel tərəfindən verilmişdir. Necə ifadə olunur? Ontogenez filogenezin təkrarıdır. Qısa təkrarıdır. Bu da A variantına uyğun gəlir. Dördüncü sualımızda nə soruşur? Dördüncü sualımızda yarpaq uç hissəsində sox kimi böyüyən bitkilərlə söhbət qışıkimlərdən gedir. Qışıkimlər lian formalarına da təsadüf olunur. D variantı. Qışıkimlər mamır kimindən fərqli olaraq qışıkim 3 vegetativ orqana malikdir. Çünki mamırlarda gövdə və yarpaq olur. Qışıkimlərdə artıq gövdə, yarpaq, bir də kök rast gəlmiş olur. Sonra erkək qışının cinsi çoxalmada orqanı necə adlanır? Dişilər, ümumiyyətlə yadınıza saxlayın. Erkək qışıdan, dişilərdə arxaqon, erkəkdə isə anterior adlanmış olur. D variantı. Sonra Azərbaycan meşələrində qışıkimin hansı nümayəndəsi yayılmışdır? Yalnız o şəkilli nümayəndələri Azərbaycan meşələrində geniş yayılmışdır. Əgər qışıkimlərdə mayalama su mühitindən asılı olmasaydı, onun nəyə ehtiyacı olmazdı? Su mühitindən asılı olmasaydı, hərəkətli qamətlərə ehtiyac olmazdı. Çünki su mühitin sayəsində su olunduqda qamçı vasitəsilə qamətlər hərəkətli dişi yumurta hüceyrəyə doğru hərəkət edir. Sonra qışın həyat dövriyəsində sporlar bilavasitə nəyə başlanğıc verir? Deməli, yadınıza saxlayın ki, protala başlanğıc verir. Protalın üzərində isə qametlər əmələ gəlir. Qametlərin birləşməsindən ziqoqot əmələ gəlir. Ondan isə yetkin bitki inkişaf etmiş olur. 10-cu sualımızda nə soruşur? Erkək qışda fotosintez nəticəsində yaranan özü maddələrin bir qismi harda ehtiyat alınır? Yadınıza saxlayın ki, yeraltı gövdəsində ehtiyat halında toplanmış olur. Erkək qışdakı ehtiyat qida maddənin bir hissəsi hansı bitkinin yarpağı həm fotosintez, həm də spor əmələ gəlməsində iştirak edir. Erkək qışda həm spor, həm də fotosintez prosesində iştirak edir. Erkək qış hansı xəstə müalicəsində istifadə olunur? Yadınıza saxlayın ki, erkək qışını qurd xəstəlikləri müalicəsində istifadə edirlər. Erkək qışın sporları cücərlikdə nə əmələ gəlir? Dedik ki, erkək qışının protal əmələ gəlir. Protal da yaşıl lühəcik deyirik. Bu da bir variantına uyğun gəlmiş olacaqdır. Çöl qatır quyruğunda sporlar harada əmələ gəlir? Heterotrof yolla qidalanan gövdənin sümürcüklərində əmələ gəlir. Biz bilirsiniz ki, qatır quyruğunda iki zoğ var. Yay zoğu, bir də yaz zoğu. Birində fotosintez prosesi gedir. Ehtiyat qida maddələri toplanır. Digərlərində isə həmin ehtiyat qida maddələrindən istifadə edərək sporlar inkişaf etmiş olur. 15. Nə üçün erkək qışı bitkisi qeyri-cinsi nəsildir? Çünki üzərində qamet əmələ gəlmir. Ona görə də erkək qışını cinsi nəsil hesab etmirik. Çünki sporlar əmələ gəlir o erkək qışının üzərində. 16-cı sualımızda qatır quyruq yaz zoğu, yay zoğundan fərqli olaraq yaz zoğu, yay zoğu. Yay zoğu budaqlanır və yay zoğlarından söhbət gedir. Bunlar budaqlanır və fotosintez. Yaz zoğu isə budaqlanmır
və heterotrof yoldan qidalanır. Bu da Y variantı. 16-cı sualımızda. 17-ci sualımızda qış həkimlərin əhəmiyyətinə aid deyil. Qış həkimlərin əhəmiyyəti lakmus istehsalında istifadə olunması. Çünki lakmusun istehsalında yosunlardan istifadə olunur. Qırmızı və qonur yosunlarından. 18-ci sualımızda Lotrix 2 ziqotuna əmələ gələn fərdlərin sayı qədər erkək qışın yarpaq hüceyrəsində xromosom dəsti. Lotrixin deməli Lotrixin bir ziqotundan 4 fərd əmələ gəlir. 2 ziqotundan nə qədər əmələ gələcək? 8 fərd əmələ gələcək. Erkək qışının yarpaq hüceyrəsi. Erkək qışının yarpaq hüceyrəsi 2N xromosom dəstinə malikdir və 8-i də vursaq 2N-ə, bu da eləcək 16N xromosom dəstinə malik olmuş olacaqdır. 19 nömrə ilk cücərçisinin qışın ilk cücərçisindən nə ilə fərqlənir? Yadınızda saxlayın ki, mamırlarda ilk cücərçi sap şəkilli, qışılarda isə ürək şəkilli olur. Ona görə də 19-cu sualımızda C formasına görə fərqlənir. 20-ci sualımızda nə soruşur? Şəkildə gördüyünüz bitkinin erkək qışı adlandırmasının səbəb nədir? Çünki qədimdə qədim insanlardan qaynaqlanaraq xoşbəxtlik axtaran insanlar çiçəklənən qışı tapmadığına görə, yəni o vaxt insanlar elə bilsə xoşbəxt olması üçün bir dənə çiçəklənən qışı tapsalar o insan xoşbəxt olacaq. Ona görə elə oradan da qalıb bunun adı erkək qışı. Sonra keçirik 21-ci sual. Lotrixin 4 zoosporunda olan qamçıların sayı qədər protal hüceyrəsində xromosom dəsti. Biz bilirik ki, Lotrixin bir zoosporu 4 qamçılıdır. 4 zoosporunu içərəcək 16 qamçılı olmuş olacaqdır. Protal hüceyrəsi N xromosom dəstinə malikdir. 16-nı da N-ə vursaq 16 N olmuş olacaqdır. 22-ci sualımızda protala aid olmayan xüsusiyyəti seçin. Protala üst hissəsində qametlər əmələ gəlir, xeyr. Protalın alt hissəsində qametlər əmələ gəlir. Sərbəst yaşaya bilir, bəli. Yaşıl pigmentlər var, fotosintez prosesi həyata keçirir və sərbəst yaşayır. Rezoidinə malikdir, bəli. Alt hissəsi mayalama gedir, bəli. Cinsi nəsildir, bəli. Çünki qametlər üzərində inkişaf edən nəsil cinsi nəsil, sporlar üzərində inkişaf edəndə də sporofit nəsil adlanmış olur. 23-cü sualımızda nə soruşur? Planlara aid xüsusiyyəti seçin. Planlara aid xüsusiyyəti həmişə yaşıl bitkilərdir. Planlar deməli, bu da eləcə ilə B variantı uyğun gəlmiş olacaqdır. 24-cü sual. Bakteriyalardan bitkilərdə törətdiyi xəstəlik. Ümumiyyətlə, bakteriyaların bitkilər pamukda homonoz xəstəliyini törədir. Almada xərçəng xəstəliyini, xiyar mozaika və ya bakterial solma, bakterial yanıq və s. kimi xəstəlikləri yaradar bilir. Buradan da homonoz göstərir, elə homonozu götürək. Fotosintez edici toxuma hansı qrup toxuma növünə aiddir? Biz bilək ki, fotosintez edici toxuma əsas toxuma növünə aiddir. Şəkildə çöl göyərçinin hansı orqan sistemi göstərilmişdir? Diqqətlə baxsaq görürük ki, çöl göyərçin təzim sistemi göstərilmişdir. Sonra 27-ci sualımızda nə soruşur? 27-ci sualımızda deyir ki, çuğundur bitkisi yeraltı şəkildə əmələ gəlməsində iştirak edir. Əsas kök və gövdənin aşağı hissəsi, ümumiyyətlə meyvə kökdür, çuğundur bitkinin kökü. Meyvə köklərinin də əmələ gəlməsində əsas kök və gövdənin aşağı hissəsi iştirak etmiş olur. 28-ci sualımızda nə soruşur? Ksilema boruları gövdənin hansı qatında yerləşir? Yadınıza saxlayın ki, ksilema boruları oduncaqda yerləşir və oduncaq qatında olmuş olacaqdır. Bu da D variantı 28-ci sualımızda. 29. Erkək və dişi çiçəkləri ayrı-ayrı bitkilərdə yerləşir. Bu çətinəyə aiddir. Digərləri isə eyni bitki üzərində yerləşmiş olacaqdır. Sonra keçirik 30-cu sualımıza. Vegetativ yolla çoxalınan bitkinin kök sistemində 56 kök vardır. Bu, əgər kökün 14-də əlavə kök olarsa, yan köklərin sayını tapın. 56-dan biz 14-ünü çıxacaq. Bu zaman alacaq 42. Bu da D variantı. 31-ci sualımızda nə soruşur? Verilən bitkilərdən hansı çiçək qrupu şəkildəki kimidir? Baxırıq, başçıq çiçək qrupudur. Başçıq çiçək qrupu isə üç yarpaq yoncaya aiddir. Y variantı buradan. Canlı orqanizm bir-biri ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənən eləmə ekologiya deyirik. 33-cü sualımızda nə soruşur? Uyğunluğu müəyyən edin. Deməli, Ixapilus və noxud bitkisidir. Uyğunluğu müəyyən edin.
Üçər yarpaq noxud bitkisi. Xeyr, düzgün değil. Bu olmur. Yəni bu Y lobya bitkisidir. Üçər yarpaq lobya bitkisini qıs koyub. Xeyr, bu da olmayacaq, düzgün değil. Burada pilos olmalıydı. At şabaldı bitkisi ola bilər. At şabaldı, biz bilirik ki, at şabaldı çətənə də barmaqları 5 yarpaq olur. Ona görə də bu da aid deyil. Burada mənfi qoyulmalıydı. Qoz bitkisi ola bilər. Bəli, qoz bitkisi biz bilirik ki, elə cavabımız olacaq D variantı. Nəyə görə? Çünki qoz bitkisi tək yələləkvari mürəkkəb yarpaqdır və burada da üçər yarpağa minus qoyublar. Ona görə də bu düzgündür. D variantı. Z palıd bitkisi ola bilər. Palıd bitkisi növbəli düzlüşdür. Burada da pilos qoyulub. Ona görə bunu da götürmürük. 34-cü sualımızda yanlış ifadəni seçin. Deməli, yarpaqlar zoğ üzərində düzülüşü olayandır da. 34-dür. Yanlış ifadəni seçin. Süsən bitkisinin çəyanlı eyni cür yarpaqçıqlardan təşkil olunub. Bəli, bu düzgündür. Sonra kələm bitkisinin yarpağı 2 qatdır. Kələm bitkisinin çəyanlığı 2 qatdır. Bəli, bu da düzdür. Bizə yanlış soruşur. Söyüd bitkisi bir evli bitkidir. Bu da bəli. Qarğıgözü erkək və çiçək bir bitki üzərindədir. Qarğıdalı bitkisinin bir bitki üzərindədir. Söyüd bitkisi bir evli bitkidir. Bax, bu düzgün deyil. Çünki söyüd bitkisi iki evli bitkidir. Yanlış olan elə budur. Nəyə görə? Çünki söyüd bitkisi, erkək bitkisi çiçəklər bir bitki üzərində, dişi çiçəklərsə başqa bitki üzərində inkişaf etmiş olur. Çiçəkli bitkilərin iki qat mayalanma prosesi var. Mayalanma bilavasitə iştirak edən erkək qametlərin sayı 18 ədəd olarsa, əmələ gələn toxumların sayı. Yadınızda saxlayın ki, 2 dənə erkək qametdən 1 dənə toxum əmələ gəlir. 18 dənə erkək qametdən 18-i bölsə 2-yə neçə alacaq? 9. Demək, 9 dənə toxum əmələ gəlmiş olacaqdır. Buradan da belə də yazır. 18-dən x də bərabər olacaq 9. Yarpaqlar zoğ üzərində düzülüşü oleander bitkisində olduğu kimi, oleander bitkisi necə topa düzlüşdür? Topa düzlüşdə burada baxdıqda qarğıgözü bitkisinin düzlüşü topa düzlüşə aiddir. Düzgün ifadələri seçin. Buradan odunca qatında su və mineral maddələr hərəkət edir. Bu düzgün olan cavab D variantı uyğun gəlmiş olur. Çünki kselemə borular vardır ki, kselemə boruları ilə su və mineral maddələr hərəkət edir. Hansı bitkinin meyvəsində toxumlar taycıqlardakı yuvalarda yerləşir? Söhbət paxlalı bitkilərdən. Burada da paxlalı bitkinin nümayəndəsi soyadır. Verilən bitkinin hansında ağacıqlar yarpağın hər iki tərəfində yerləşir? Deməli, su bitkilərində ağacıqlar hər iki tərəfində yerləşmiş olur. Burada Hüseyn və kələm Y variantı. Mitoz prosesinin sonunda 300 qız hüceyrə əmələ gəlmişdir. Bu zaman bölünmədən əvvəl cəmi neçə ana hüceyrə iştirak etmişdi. Yadınızda saxlayın ki, bir dənə hüceyrədən 2 dənə hüceyrə mitoz bölünmə nəticəsində əmələ gəlirdi. Sonunda 300 qız əmələ gəlibsə, əvvəli neçə olacaq? X-ımız da bərabər olacaq. Buradan 150-yə. Bu da A variantına uyğun gəlmiş olur. Bu qədər diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.